Atanız filosof olub dediniz. Bəli, atam filosof olub, vəzifələrdə işləyib, son iş yeri kafedra olub, kafedra müdürü olub Politexnik İnstitutunda. Yəni azmaz onun yoluna getmişsiniz. Bəli, təbii ki, atamın yoluna getmişəm. Ancaq yəni bu təbii olmayıb da, mənim özüm istəməmişəm. Sadəcə məsləhət bir olub. Yəni biz unutun, daxili səs deyib ki, otur kitab oxu. Necə deyirlər, vergi verilmişdir. Yəni vergi deyil, bizdə nəsildə belə şey var. Mənim öz dayım da oturub alim olub dünya səviyyəli beton sahəsində Moskvanın. Nə sahibi? Beton sahəsində elmi tədqiqat institutu var, dəmir beton Moskvada. Oranın bir nömrəli alim olub, aparıcı mütəxəssis olub və bütün dünyada o beton sahəsində dərslər deyib orada, çıxışlar eləyib. Yəni o da deyir, mən yazırdım, məsələni həll edə bilməyəndə qələmi qoyub yatırdım, gecə elə bil ki, mənə deyirlər, mən durub həll eləyirdim, sonra səhər durub gördüm, məsələni həll eləmişim. Yəni bu var da bizdə, nə bilim, Allahın işi məsləhətidir, bu daxili səs. Mən də elə Allah məsləhət bilir ki, otur kitab oxu, sən sahəndür bu. Mən də başladım kitab oxumağa. Allah məsləhət edirsə buyur, oxuyarlar. Rusca oxumuşsa, Azərbaycanca oxumuşsa? Azərbaycan artistlikdir muhtarmışam, mən Azərbaycanca oxumuşam. Hansı dillər bilirsiniz? Azərbaycan, Rus, bir dənə türk dilini öyrənmişik, başqa dil bilmirəm. Yəni siz o Rusca məqalələri özünüz yazmışsınız, yoxsa sizin üçün onlar? Təbii ki, özüm yazıram hamısını. Sadəcə redaksiya eləyəndə qardaşım kömək eləyir. O biraz məndən də yaxşıdır, savadda, Rus dilində. Səhvlər olur, o kömək eləyir. İkimiz yazırıq. İndi siz özünüzü təqdim edirsiniz, siz kimsiniz? Sufi batin alimi. Bizdə batinli gedir, batin alimi gedir, sufi. Yəni batinli bilən yeganə adam bu dünyada. Dünyada yoxsa Azərbaycanda? Dünyada, Azərbaycanda ümumiyyətlə elm biraz. Nə danışırsınız? Mən onu sual vermək istəyirdim ki, sizdən başqa belə bir adam var mı? Ölkədə mən... Biz Quranda kuş dili gedir, ancaq Tövratda gedir ilk insanların vahid dili. Ya o dili bilən mənəm bir dənə. Harada öyrənmişsiniz o dili? Deyirəm, bu Allahın məsləhətidir də, mən yavaş-yavaş başladım Platon fəlsəfəsindən, Əflatun fəlsəfəsindən. Oxuya gördüm, başa düşürəm. Heç kim dərk eləmədiyi şeyləri mən başa düşdüm birinci dəfədən. Nə bilim, valla mən tarix nadiri yarısını oxumuşam. Yəni o sizin məqalələrinizi oxuyanda o da faktlar gətirirsiniz və s. terminlər. Faktsız yazanda inanmırlar. Adam ona görə fakt gətirməlisən ki, mənbə göstərməlisən ki, inansınlar. Əgər mənbə göstərməsən, mən çox şey danışa bilərəm, yaza bilərəm. Sadəcə insanları başa salmaq üçün mütləq mənbə lazımdır. Onun üçün də oxumaq lazımdır. Mənbələri tapmaq lazımdır ki, göstərəsən. Və ilk dəfə mən danışanda, ilk dəfə 94-cü ildə bir məqalə yazdım. 96-da ilk kitabım çıxdı, Qora Əman. Mənim haqqımda mənfi fikirlər yazırdı ki, bu başı xarablı ağzına gələni danışır. Mənim haqqımda çox mənfi fikirlər yaydılar. Jurnalistlər mənə yaxın durmurdu, heç kim mənə söhbət eləmək istəmirdi ki, bu biraz ağıl saçmazlığı var. Sonra gördülər ki, mən qeyri-adi bir söz demirəm, həqiqəti mənbəni göstərirəm, kitab, elmi izah verirəm, mənbə göstərirəm. Elm də odur ki, mənbədə yazılanlara izah verə biləsən. Əgər sən ona izah verə bilmirsənsə, deməli sən alim deyilsən. Bizim alimlər oxuyur, mənbəyə rast gəlir, elə bir sitat gəlir ki, onu izah vermələr, onu izah verir, üstündən keçir. Ya başa düşmür ki, bu artıq məntiq deyil ki, onun ki, riyazi təfəkkür lazımdır insanda. Bizdə riyazi təfəkkür alim çox azdır. Düşünsünüz, riyazi təfəkkür alim bilir ki, ola bilməz. Əgər yazı hamısı düzdür ya da ki, burada məntiq səhvdir. Ola bilməz ki, kitabın yarısı düz ola, yarısı nağıl ola, elə şey ola bilməz. Ya sən bunu real qəbul eləməsən, ya hamısı düzdür, ya hamısı nağıldır. Bunlar yox, bunlar kitabın bəzilərini qəbul edirlər, o yerdə ki, çaşırlar, şeyləmirlər, başa düşmürlər, onun üstündən keçirlər. Bu düzgün deyil. Nəyə görə siz seçilmişsiniz? Nəyə seçilmişim? Mən seçilməmişim. Siz dediniz ki, yalnız mən bilirəm o dili. O dili mən bilirəm, bu mən seçilməyə deyir ki, yəni mənim nəslimdir. Bu dəqiqə mənim dostlarım var, məsələn, tanışlarım var. Riyazi mühəndislik oxuyanda gördüm də, adı məsələlərdir, integraldır məsələn. Mən oturub fikirləşərək ki, bu da cavabını verdi. Ya bu dəqiqə adamlar var ki, sualı verirsən, 5 rəqəmləri, şeyləri bir-birinə vurursan, o dəqiqə, o saniyə deyir. Hansı ki, onu telefon özü, hesablama maşının özü 2-3 saniyə çəkir. Yəni, bu olan şeylərdir, belə şeylər var. Bu birinci dəfə deyir ki, məndə o elə deyil. Yəni, bizdən dilimdə mən misal çəkdim ki, mən oturub fikirləşirəm, sonra cavabı gəlir beynimə. Yəni, bu mən tək deyiləm. Sadəcə, bu sahə mənə şeydir. Allah məsləhət verib ki, mən oturum oxuyayım və yazım, başa düşüm.
İndi yadıma Tofiq Dadaşov düşdü, hansı ki o Kasparov Bəli, çempion olmağa bəli. kömək eləmişdi. Bəli. Tanıyırsınız onu? Bəli, onu atamla bir yerdə münasibət olub onun o vaxt. Onu bilirəm də, tanıyıram onu mən. Atam ona görə xüsusi konfrans almış Bakı Partiya məktəbində işləyəndə. Onu qonaq gətirmişdi. Partişkola deyirlər o vaxt. Orada çıxış eləmişdi o Tofiq Dadaşov. Nə bilirsiniz Tofiq Dadaşov barədə? Nə deyə bilərsiniz? O da onda xüsusi hissiyat var. Ümumiyyətlə bəzi adamlarda var o hissiyatlar. Tofiq Dadaşov da elə bir adi qeyri-insanlardan biridir. Lakin onda əsas o insanın nəbzinə, ürək döyüntüsünə görə bilir ki, burada həqiqət hardadır, ya düz deyir, yalan deyir. Yəni o ürək döyüntüsü ilə, emosiyalardan bilir. Bir ki, təbii ki, o telepatik onda görüş var, telepatik təsir edə bilir. Telepatik şeydir bunlar, yəni belə şeylər var. Bunlar, bilirsiniz, bunların səbəbi var. Yəni bunlar iki növ insan yaranır. Burası sadəcə bizim insanlarımız tarixi xəbəri yoxdur tarixdən. Bütün qədim yazılarda iki növ insandan söhbət gedir. Göy insanı, yer insanı. Göy türkləri adi insanlar. Və göy insanları, bunlar qeyri-adi insanlar, pirclər, seyidlər nəslidir. Bunlar ilahla bağlıdır, Allahla bağlıdırlar. Bunlar doğulanda pirclər kimi doğulurlar. Bunların doğuluşu da xüsusidir. Bunların xüsusi situallar var ki, onlara mütləq bunlar rəiyyət eləməlidirlər ki, həqiqi pir nəsli doğulsun. Pir deyəndə adətən pirlər harda yerləşir? Azərbaycanın şimalında əsasən və Türkiyədə. Düzdürmü? Yox, pirin ocağı Azərbaycandır. Pir ümumiyyətlə qədim Misirdə Firon sözünə deyirlər. Qədim Misirdə Firon sözü yoxdur. Orada pir sözü gedir. Piravo gedir. Və həmin o Misir pirlərinə, özdə Misir pirinin Misirə aidiyyəti yoxdur. Misir pirləri müqəddəslər nəslidir. O da Azərbaycana aiddir. Azərbaycanın cənub bölgəsinə aiddir. Yəni mən bunun haqqında çoxlu yazmışam. Bilavasitə Azərbaycanın qədim Midiya torpağına aiddir. Bunlar Midiya mağlarıdırlar. Bunlar Allahla vəhdətdə, ilahla vəhdətdə doğulurlar. O pir saydığımız adamlar. Tək pir deyir, seyid də deyirlər ona, şıx da deyirlər, bəy deyirlər, pir bəylərə deyirlər. Məsələn, İran yazılarında gedir Farınbaq, Firon bəg, pir bəg. Və yaxud Frataraka gedir, yəni pir türk. Yəni bu pirlər nəslidir. Yəni bunlarda bu qeyri-xüsusiyyət var. Yəni bu təsadüf olan şey deyil. Bunun kökü var. Bu insan yaradılıb, belə yaradılıb. O yaradılış da Allahın yaradılışıdır. Bunun üçün gələk ümumiyyətlə o yaradılışını tam bilmək lazımdır. Yaradılış haqqında bizim ümumiyyət heç bir təsəvvürümüz yox. İnsanlar bu dəqiqə Allah deyəndə bilmirlər bu təbiət hadisəsidir, ya insandır Allah. Yəni bilmirlər. Hansı ki ilkin materiyadır, ilahdır. Və o ilahı dərk edir bir nəfər, biz ona Misir Firon kimi gedir, biz də Bəştüzəman kimi deyirik, bizim Azərbaycan türkləri mənbələrində. Bəştüzəman ilahın sirlərini dərk edir və onu özünə tabi edir, olur, dönür, olur Allah, göydə ölümsüzlük qazanır. Buna Xızır Peyğəmbər də deyir, yəni Azər Peyğəmbər də deyir. Yəni bunların hamısının kökü, qeyri-adi xüsusiyyətlərin hamısının kökü gedir, çıxır pirlər nəslinə, Azərbaycanın cənub bölgəsinə, qədim Midiya eldə. Deməli, bizim pir saydığımız və sizin dediyiniz pirlər barədə bunların bir əlaqəsi var mı? Yəni, eyni şeylərdir. Eyni şeylərdir. Mən onu dedim ki, Misir fironları, Misir pirlərinin hamısının vətəni Azərbaycanın cənub bölgəsi Midiya elədir. Bütün Misir fironları, bütün qədim yazılarda olan hadisələr, istəyir Tövrat olsun, istəyir başqa bütün kitablar olsun, fərqi yoxdur. Bütün dünyada yalnız bir kosmik hadisədən söhbət gedir, göydə Allah yaratma hadisəsi. Bu da baş verib Azərbaycanın cənub bölgəsində qədim Midiya elində. İndi biz yardımlı adlandırırıq burada. Bütün seyidlərin vətəni oradır, bütün bəylərin vətəni